Bugün sizə oxuyacağım məqalə Ömərlə Əlinin qızı Ümmü Gülsümün evliliyi olacaq və bunların arasında yaş fərqini ilk öncə sizə açıqlamaq istəyirəm. Ömər doğulub müəyyən tarixlərə görə fərqli tarixlər var. Ən azını götürdüm mən. Yəni ən qısa, ən sonuncu versiyanı mən götürdüm. Bu miladi tarixlə 584-585-ci ilə gəlib çıxır təxmini. Çünki bundan öncəki tarixi verən mənbələr də var. Hələ mən ən aşağısını götürdüm. Amma Ümmü Gülsüm doğulub 6-cı Hicri ilin əvvəlində, 627-ci ildə. Yəni Hicri ilinin 6-cı ilində. Çünki Ömər doğulduğu zaman Hicri təqvimi yox idi. Çünki peyğəmbərə peyğəmbərlik verilməmişdi, təqvim hesablanmırdı. Amma Ümmü Gülsüm 6-cı Hicri ilində doğulub. Miladi tarixlə 627-dir. 627 də 585-i yadda saxlayın. 585-də Ömər doğulub, 627-də doğulub Ümmü Gülsüm. Bunların toy vaxtı, yəni evliliyi nə zaman olub? İndi evliliyin də mən İslam mənbələri ilə sizə oxuyacağam. Bəzi müsəlmanlar iddia edirlər ki, bu evlilik olmayıb, yalandır. Yox, yalan deyil, bu evlilik olub. Sizə İslam, Şiə və Sünni mənbələri ilə bunları oxuyacağam. Bunların evliliyi toyu olub 6-cı Hicri ilin əvvəlində 627-də doğulub və Həzrəti Ömərlə evliliyinin 17-ci Hicri ilində Zilqəddə ayının 638-ci ildə, yəni Zilqəddə ayında 638-ə baş verdiyi qeyd olunur. Bu tarixlə əsas götürsək 638, 627 bu eləyir 11 yaş. Yəni Ömər Əlinin qızın alanda Ümmü Gülsümün olub 11 yaşı. Çünki bunun müəyyən rəvayətlərdə də deyilir ki, Ömər Əlidən qızı istəyir, Əli deyir ki, o hələ uşaqdır, yaşı azdır. Bunları da mən sizə mənbələri ilə oxuyacağam. İndi özünüz hesablayın, bunların arasındakı yaş fərqi nə qədər eləyir. 627-də deməli 627-də doğulub Ümmü Gülsüm, 585-də doğulub Ömər. Aşağı yuxarı 42-43 yaş aralarında fərq var Ömərlə Ümmü Gülsüm. Yəni Ömər özündən 42-43 yaş balaca bir uşağı alıb, 11 yaşda bir uşağı. İndi buna da sizin cəmiyyətdə nə deyirlər, necə baxırlar, bu sizin öz vicdanınıza, özünüzə buraxıram. İndi bir zəhmət mənbələri də oxuyaq. İndi isə keçək Ömərlə Əlinin qızı Ümmü Gülsümün evliliyini bizə çatdıran mənbələrə. Bu harda keçir? Bu suallarla İslam səhifəsi var. Suallarlaislam.com. Girib buradan özünüz də araşdırıb baxa bilərsiniz ki, bu həqiqətən də müsəlmanların verdiyi öz mənbədir. Tarixdən məlumdur ki, Ömər bin Əl-Xəttab ilə radiyallahu anhu, Əlinin qızı Ümmü Gülsüm radiyallahu anha ailə həyatı qurublar. Həm sünnilərin, həm də şiə tarixi alimlərinin qəbul etdikləri bu tarixi fakt, iddiaçıların qurduqları əfsanəni məhv edir. Şiələr Ömər ilə Əli arasında bir də ədavətin olduğunu iddia etdikləri halda, tarix onların dediklərinin əksini göstərir. Məgər insan öz qızını düşməninə ərə verərmi? Biz bu yazımızda onların şübhələrinə cavab verməyə çalışacağıq. Bu barədə gələn rəvayətlər səhihdirmi? Bəzi şiələr iddia edir ki, bu barədə həm sünni, həm də şiə mənbələrində gəlmiş rəvayətlər zəifdir. Onlar deyirlər ki, güya bu evliliyi sünnilərin əsas qaynaq kitabları qeyd etməyiblər. Bütün bu iddialar nə qədər doğrudur? Əl-Buxari Əs-Səhih kitabında rəvayət edir. Abdən bizə rəvayət etdi. Abdullah bizə xəbər verdi. Yunus bizə İbn Şihəbdən xəbər verdi. Saləbəy bin Əbi Malik dedi. Ömər bin Əl-Xəttab radiyallahu anhu Mədinənin qadınları arasında bəzi paltarlar bölüşdürdü və sonunda yaxşı bir paltar qaldı. Onun yanındakılardan bəziləri ona dedilər, bunu sənin nəzdindəki Peyğəmbərin sallallahu aleyhi və səlləm qızına ver. Bununla Əlinin qızı Ümmü Gülsümü qəsd edirlər. Ömər dedi, Səlid buna daha layiqdir və Səlid Peyğəmbərə sallallahu aleyhi və səlləm beyt etmiş ənsar qadınlarındandır. Ömər dedi, o bizə Uhud günü su daşıyırdı. Bu hədis belə özlüyündə bu evliliyi ispat etməyə kifayət edir. Lakin biz digər hədislər də inşallah göstərək. İbn Əbi Şeybə Əl-Müsənnəf əsərində rəvayət edir. Əbu Bəkir bizə rəvayət etdi, dedi. Cərir bin Abdülhəmid bizə Mənsurdan, o da Əl-Hakəmdən rəvayət etdi, dedi. Ömər öldüyü zaman Əli Gülsümü evindən götürdü və Talha öldükdə Ayşə öz bacısını evindən götürdü.
Bu rəvayətin istinadı səhihdir. Əl-Hakəm Həzrəti Əlidən, İbn Abbasdan və digər səhabələrdən hədis eşitmişdir. Bu Əli və digər səhabələrlə qarşılaşmış tabiinin şahidliyidir və tarixi bir fakt kimi kifayət edər. Əl-Hakim Əl-Müstədrək əsərində rəvayət edir. Əbu Əbdullah Muhammed bin Yaqub və Əbu Yəhya Əhməd bin Muhammed Əs-Səmərqəndi hər ikisi bizə rəvayət edərək dedilər. Muhammed bin Nasır Əl-İmam bizə rəvayət etdi. Bizə Yəhya bin Yəhya rəvayət etdi. Abdüləziz bin Muhammed bizə Cəfər bin Muhammeddən, o da atasından xəbər verdi. Kulsum bint Əli radiyallahu anhumə və onun oğlu Zeyd bin Ömər bin Əl-Xəttab hər ikisi də bir gündə vəfat etdi və onlardan hansının daha əvvəl öldüyü bilinmədi. Onlardan heç biri bir-birinə varis olmadı. Siffin əhli də bir-birinə varis olmamışdı. Əl-Hərra əhli də bir-birinə varis olmamışdı. Bu hədisin isnadı səhihdir və bunda faydalar vardır. Kulsumun Ömərdən bir oğlu olmuşdur. Əl-Beyhəqqi Əs-Sünnə Əl-Kübrə kitabında rəvayət edir. Əbu Abdullah Əl-Hafiz, yəni Əl-Hakim Ən-Neysəburi bizə xəbər verdi. Əl-Həsən bin Yaqub və İbrahim bin Asamə rəvayət etdilər. Dedilər, Əs-Sərri bin Xazimə bizə rəvayət etdi. Məla bin Əsəd bizə rəvayət etdi. Vuheyb bin Xalid bizə Cəfər bin Muhammeddən, o isə atasından, o da Əli bin Əl-Hüseyndən rəvayət etdi. Yəni digər sənədi bununla birləşdirir. Əbu Abdullah Əl-Hafiz bizə xəbər verdi. Əbul Abbas Muhammed bin Yaqub bizə rəvayət etdi. Əhməd bin Abdilcabbar bizə rəvayət etdi. Yusun bin Bukeyr bizə İbn İshaqdan rəvayət etdi. Əbu Cəfər Məna atası Əli bin Əl-Hüseyndən rəvayət etdi, dedi. Ömər bin Əl-Xəttab radiyallahu anhu Kulsum bint Əli radiyallahu anhu ilə evləndikdə Allah elçisinin sallallahu aleyhi və səlləm məscidində qəbri ilə minbəri arasında mühacirlərin məclisinə gəldi. Orada onlardan başqa heç kəs oturmamışdı. Ona xeyir dua verdilər. Dedi, Allaha and olsun ki, onunla yalnız ona görə evləndim ki, Allahın elçisindən sallallahu aleyhi və səlləm belə deyərkən eşitdim. Bütün səbəb və nəsəblər qiyamət günü qopuqdur. Yalnız mənim səbəbim və nəsəbimdən olanlar istisnadır. Əl-Beyhəqqi deyir. Hədisin ləfsi İbn İshaqa aiddir və o mürsəl həsəndir. Digər yollarla da məfsul və mürsəl olaraq rəvayət olunmuşdur. Hədisin sənədi səhihdir. Hədisin mürsəl olmasının səbəbi isə budur ki, Əl-Hüseynin oğlu Əli Zeynul Abidin radiyallahu anhu Həzrət Ömərdən rəvayət etmişdir. Lakin tarixi bir fakt kimi Zeynul Abidin öz bibisinin evlilik faktını zikr etmişdir. Bu isə dəlil olaraq kifayət edər. İmam Əz-Zeylayi Əl-Hənəfi Nasbur Rayə kitabında deyir. Əbu Davud və Ən-Nəsai bunu Ammərdən rəvayət etmişlər. Dedi, Kulsumun və oğlunun cənazəsində iştirak etdim. Oğlanı imama yaxın yerləşdirdilər və mən buna etiraz etdim. Onların arasında İbn Abbas, Əbu Səid, Əbu Qatədə və Əbu Hüreyrə var idi və onlar dedilər, bu sünnətdir. Ən-Nəvavi rəhmullah dedi, sənədi səhihdir. Əl-Beyhəqqi isə rəvayət edir ki, cəmaatın arasında Həsən Hüseyin, Əbu Hüreyrə, İbn Ömər, Allahın elçisinin sallallahu aleyhi və səlləm səhabələrindən 80-ə yaxın səhabə iştirak etmişdi. Bir rəvayətdə imamın İbn Ömər olduğu deyilir. Əl-Beyhəqqi Nafidən rəvayət edir ki, İbn Ömər kişili qadınlı 9 cənazəyə namaz qıldı və kişilər imama yaxın, qadınlar isə qibləyə yaxın yerləşdirdi və onları bir sırada yerləşdirdi. Kulsum bint Əlinin və Ömər bin Əl-Xəttabın zövcəsidir və Zeyd bin Ömər olaraq tanınan oğlunun da cənazəsi qılındı. Həmin gün İmam Said bin Əl-As idi və həmin gün namaz qılanlar arasında İbn Abbas, Əbu Hüreyrə, Əbu Said və Əbu Qatədə var idi. Oğlanı imama yaxın yerləşdirdilər və hədisi zikr etdi. Hafiz İbn Hacər
Dəraqutni və Əl-Beyhəqqinin rəvayətində Nafi İbn Ömərdən rəvayət edir ki, 7 cənazəyə namaz qıldı. Hamısı qadın və kişilər idi. Kişiləri imama yaxın, qadınları isə qibləyə yaxın yerləşdirdi və onları bir sırada düzdü. Ömərin zövcəsi Kulsum bint Əli və Zeyd adı ilə tanınan oğlun cənazəsi də yerləşdirildi. Həmin gün İmam Səid bin Əl-As idi və insanlar arasında həmin gün İbn Abbas, Əbu Hüreyrə, Əbu Səid və Əbu Qatədə var idi. Oğlan imama yaxın yerləşdirildi və bunun nə olduğunu soruşdu. Bunun sünnət olduğunu dedilər. Bunu eynilə İbnül Carud Əl-Müntəqa əsərində rəvayət etmişdir. İsnadı səhihdir. Bütün bu səhih rəvayətlər bu hadisənin baş verməsini qəti olaraq isbat edir. İnsaflı müsəlmanlar diqqətsiz davranıb bəzi yalançıların iddialarına uymamalıdırlar. Onlar üçün bu etibarlı tarixi şəhadətlər kifayət etməlidir. Lakin mövzunun daha da ətraflı anlaşılması və ortada heç bir şək və şübhənin qalmaması üçün bəzi şübhələrə də cavab vermək faydalı olar. Hər şeydən əvvəl bilmək lazımdır ki, Ömərin radiyallahu anhə Kulsum ilə evlənməsi bütün firqələr tərəfindən icma ilə qəbul olunub. Bu sözümüz sünni firqələrindən başlayaraq şiə firqələrinə qədər geniş bir alim kütləsini əhatə edir. Şiələr də əhl-i sünnət kimi bu evliliyi qəbul ediblər. Lakin sünnilərdən fərqli olaraq bu evliliyin baş verməsini müxtəlif səbəblərə bağlayıblar. Şiələrin nəsəb alimlərindən Əbul Həsən Əl-Öməri vəfatı Hicri 443 bu evliliyi Əl-Müzdi fi Ənsebt Talibiyyin kitabında zikr edir. Eləcə də digər böyük şiə nəsəb alimi Əbu Nəsir Əl-Buxari Sir Əs-Silsilə Əl-Ələviyyə kitabında bunu təsdiqləmişdir. Şiələrin Əminul İslam ləqəbini verdikləri şeyxləri Ət-Tabarisi bu evliliyi İləm Əl-Vərabi Ələm Əl-Huda kitabında təsdiqləyir. Lakin bu evliliyin uzun bir söz söhbətdən və Ömərin təsdiqindən sonra baş verdiyini qeyd edir. Şiələrin bəlkə də ən böyük nəsəb alimi İbn Taktagi Əl-Həsəni vəfatı Hicri 709 Əl-Əsili fi Ənsebt Talibin kitabında bu evliliyi zikr edir. Bu kitabı müasir şiə alimlərindən biri əsas Seyyid Mehdi Ər-Rəzai təhqiq etmişdir və o Şihəb Əd-Din Əl-Məraşi Ən-Nəcəfinin ən məşhur tələbələrindən biridir. İbn Taktaki bu kitabın İbn Nasriddin Ət-Tusiyə hədiyyə edib və həmin kitabda Əmirul Mumininin qızları ünvanı altında bunları deyir. Kulsum anası Fatimə Əz-Zəhra əleyhissalam və onunla Ömər bin Əl-Xəttab evlənmişdir və ondan Zeydi dünyaya gətirmişdir. Kitabı təhqiq edən bu sözlər barədə dipnot açaraq Əl-Ömərin sözlərini zikr etmiş və daha sonra isə Ömərin bir şeytaniyyə cin qızı ilə evləndiyini deyənlərin sözlərini nəql etmişdir və sonunda deyir. Bu rəvayətlər arasında əsas dəlil sayılacaq daha əvvəl qeyd etdiyimiz kimi Abbas İbn Abdülmütəllibin onu atasının əleyhissalam razılığı və izni ilə Ömərə ərə verməsi görüşüdür. Ömərdən Zeydi dünyaya gətirmişdir. Oxuyucu kitabı təhqiq edən bu mühaqqiqin sözlərinə diqqətlə fikir versin. Çünki mühaqqiq bütün bu rəvayətlər içində əsas və dəlil sayılacaq ağıl ilə dərk olunacaq rəvayətlərə əsaslanmışdır. Bu evliliyi təsdiq edən alimlərdən biri də Əbul Qasim Əli bin Əhməd Əl-Kufidir. Vəfatı Hicri 352 və bunu Əl-İğasə fi Bidəis Səlsələ kitabında zikr etmişdir. Bu evliliyin qəsb və zorla həyata keçirildiyini söyləsə də istənilən halda bu evliliyin baş verdiyini etiraf etmişdir. Muhammed bin Yaqub Əl-Kuleyni də bu evliliyi Əl-Kafi kitabında qeyd etmişdir. Bu barədə 4 hədis gətirmişdir. Bunlardan ikisini Kulsumun evliliyi babında zikr etmişdir. Əl-Məclisi vəfatı Hicri 1111-ci il Əl-Kafi kitabına yazdığı Miratul Uquf fi Şərh Əxbar Ali Rasul adlı şərhində bu 4 hədis haqqında hökmləri qeyd etmişdir. Bu 4 hədisdən ilk ikisinin Həsən, 3-cü hədisinin məfsuq, 4-cü hədisinin isə səhih olduğunu demişdir. Nəsəb alimlərindən İbn Kəlbi vəfatı Hicri 146 və onun atası Hişam Abul Münzir bu evliliyi təsdiqləyirlər. Bura qədər qeyd etdiklərimiz sünni və şiə alimlərinin bu barədə eyni görüşdə olduqlarını göstərir. Və hörmətli izləyicilər, özünüz də buradan açıq-aydın gördünüz ki, bu evlilik həqiqətən də baş verib. Və bundan sonraki paylaşacağım videoda isə sırf şiə mənbələrindən olan hədislər olacaq bu barədə. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib paylaşmağı, abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Bir də bizim Telegram kanalımız da var. Orada abunə olsanız eyni